Mükəmməl təmirli və 4 otaqlı ev arzusunda olanlar ekrana yaxın əyləşin. Bu gözəl mənzilin biz hal-hazırda qonaq otağındayıq. Sahəsi 35 kvadrat metrdir. Evin ümumi sahəsi də 177 kvadrat metrdir. Qonaq otağının yan hissəsindən mətbəx hissəyə keçid var. Həm hol hissədən, həm də qonaq otağından belə maraqlı sürgülü qapı vasitəsilə qonaq otağına keçid qoyduqda izləyicilər, daxilində elektronik avadanlıqlarla mətbəx hissəsi təmin olunub. Burada qab-yuvanı, həmçinin soyuducusu və elektronik avadanlıqları. İndi isə keçək hol hissəyə. Mənzildə ümumi dekorativ boyadan istifadə olunub və bu dekorativ boyanın daxilində də muncuqlar var, yaxından da daha da gözəl görsənir. 3 hamam otağı var. Biri ümumi holda yerləşdirilib. Hol hissəsi də funksionaldır. Daxilində işıqlı gözəl dolab hissəsi və keçirik mənzilin master yataq otağına. Bu yataq otağının daxilində özünə məxsus hamam hissəsi var. Ümumilikdə 2 yataq otağının daxilində hamam mövcuddur. Yataq otağının gözəlliyinə baxın, yumşaq mebel dəsti ilə təmin olunub və divar içi dolabları, tam-tamına da 5 ədəd kondisioner və 5 ədəd də televizor var. Davam edək, yataq otağının yan hissəsində də çamaşır otağı var. Daxilində paltaryonuna qədər quraşdırılıb. Onu da qeyd edim ki, qapıları standartdan daha hündürdür. 2.25 qapıların hündürlüyüdür və gördüyünüz parket də İtaliya parketidir. İkinci yataq otağının daxilindəki yumşaq mebel dəsti ilə təmin olunub və divarçı dolabın işığı sönən zaman güzgü effekti verir və çox gözəl görsənir. Daxilində üçüncü hamam otağı da var. Dəyərli izləyicilər, son olaraq 4-cü otağı göstərdim. Evin ən kiçik yataq otağıdır və birləşən zaman da böyük çarpayı alınır. Ön hissəsində də eyvanı var. Bu gözəl təmirli mənzilin qiyməti, ətraflı məlumatları aşağı hissədə qeyd olunacaq. Maraqlı olan şəxslər də gəlib yaxından tanış ola bilər.